bağlantımız olacaq. Elə təhsil sahəsində təhsil, təcrübə, proqramlar və karyera qurmaq imkanları günümüzün aparıcı mövzularındandır. Bu istiqamətdə ölkədə bir sıra qurumlar da fərqli tədbirlər həyata keçirirlər. İqtisad Universitetinin təşkil etdiyi belə bir tədbirdən elə bağlantı yaradacağıq və bu vaxtlarda, bu günlərdə xüsusilə də aktual olan məsələ ətrafında son xəbərləri sizə Zeynəb Nadirova təqdim eləyəcək. Zeynəb, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, sizin də vurğuladığınız kimi son zamanlar bu formatda tədbirlər çox keçirilir və bugün də Azərbaycan Dövlət İqtisad Universiteti və eyni zamanda Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə universitetlər və işə götürənlərin birinci beynəlxalq forumu keçirilir. Forumun məqsədi təbii ki, həm əmək bazarında olan nümayəndələri, eyni zamanda universitetləri bir araya gətirmək və gənclərə təbii ki, iş baxımından bir sıra imkanlar, perspektivlər təqdim etməkdir. Artıq bir qədər sonra tədbirə start verilir. Burada qeyd eləyək ki, həm universitetdən tələbələr, eyni zamanda vurğuladığımız kimi həm universitetin nümayəndələri, bununla yanaşı da Dövlət Məşğulluq Agentliyinin nümayəndələri iştirak eləyəcək. Elə hazırda yanımda da Dövlət İqtisad Universitetinin təcrübənin təşkili şöbəsinin müdürü yanımdadır. Leyla Nəzirzadə bizə məlumat verəcək ki, ümumiyyətlə tədbirdə gənclərə hansı imkanlar vəd edilir və eyni zamanda ümumiyyətlə tədbirin məqsədi nədən ibarətdir, hansı çıxışlar olacaq? Leyla xanım, eşidək sizi bu kontekstdə. Teşekkür ederim. Biz UNEC'in 95 illiyi ərəfəsində düşündük ki, yubiley tədbirləri çərçivəsində tələbələrimizə və bütövlükdə universitetlərə hansı bir töhfəni verə bilərik. Ona görə də maraqlı bir mövzu seçdik. Auditoriyadan iş dünyasına təhsil, təcrübə və karyera mövzusunda işə götürənlərlə universitetlərin birinci beynəlxalq forumunu keçirmək qərarına gəldik. Gördüyünüz kimi də artıq qeydiyyatdan keçirilər. Tədbirimiz başlamaq üzrədir. Azərbaycanın müxtəlif universitetlərindən, həmçinin iş dünyasından insanlar buradadır. Xarici universitetlərdən, Macarıstandan, Türkiyədən forumumuza onlayn şəkildə qoşulanlar olacaq. Nüfuzlu professorlar, prorektorlar, yəni biz UNEC olaraq daim çalışırıq ki, əməkdaşlığımızı genişləndirək, yəni yalnız ölkə çərçivəsində deyil, ölkənin xaricinə də keçək. Biz tələbə ümumi təhsilə start vermişik artıq neçə illərdir və bu forumdan da əsas məqsədimiz birinci şəbəkələşməni qurmaqdır. Həm universitet şirkət və nəticə etibarilə tələbə şirkət, tələbə iş dünyası. Fokuslanmışıq ki, bizim tələbələrimiz yəni təkcə təhsil nəzəri biliklərlə deyil, həm də praktiki biliklər və o praktiki biliklərin sonunda karyera imkanları əldə edə bilsinlər. Bizim hədəfimiz UNEC tələbəsini artıq universiteti bitirən kimi adına layiq olan iş dünyasında ixtisasına uyğun professional bir müstəvidə görməkdir. Ona görə də əsas məqsədimiz bugün iş dünyası ilə universitetləri görüşdürməkdə odur ki, onlarla problemlərimizi müzakirə edək. Bizim 3 panel müzakirəmiz də olacaq. Yəni burada həm təhsil, təcrübə, akademik müstəvidən baxılacaq, şəbəkələşmə və təcrübə mübadiləsi aparılacaq. İnklüziv problemləri də unutmamışıq. Yəni inklüzivlik və əlçatanlıq nə dərəcədədir bizdə bugün əmək dünyasında. Və bu müstəvidə maraqlı mövzular olacaq. Düşünürəm ki, tək UNEC üçün deyil, bütövlükdə Azərbaycan üçün, ölkəmiz üçün, ölkəmizin gəncləri üçün faydalı olacaq. Yəqin ki, koridorda da gördünüz, müxtəlif şirkətlər öz sərgilərini də qurublar, tələbələrimiz üçün maraqlı təkliflərlə, təcrübə proqramları ilə və vakansiyalarla gəliblər. Uğurlu, xeyirli olsun deyək, yəni hər birimiz faydalanaq. Təşəkkür edirik məlumatlar üçün və forumun içində də sizə uğurlar arzulayırıq. Bəli, Çinarə artıq Azərbaycanın ölkənin aparıcı universitetlərindən olan UNEC-in eyni zamanda qeyd elədiyimiz kimi Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün nəzərdə tutulan artıq forum öz işinə başlayır. Forumla bağlı detallı xəbərləri də Layır 24-ün efirində xəbərlər buraxılışında da izləyicilərimiz məlumat ala biləcəklər. Biz isə hələlik burada yekunlaşdırıb söz yenidən sizə ötürürük. Təşəkkürümü bildirəm Zeynəb məlumatı bizimlə paylaşdığın üçün. İndi